Qədirxan bayramı möhtəşəm bir bayramdır. Bu o gün idi ki, haqq nahaqdan ayrıldı. Böyük bir dəstə 120 min insan var idi, yazırlar tarixdə. Peyğəmbərlə birgə həcdən qayıdırlar. Bəlliğ ma unzilə iləykə min Rəbbik. Ya Rasulallah, de cəmaata. Çağırır cəmaatın içindən Həzrət Əlini. Ondan sonra deyir, mən kuntum mövla, fəhaza aliyyum mövla. Hər kimin mövlası mənəm, Əli onun mövlasıdır. Vilayət dünyada insanlara azadlıq bəxş edə biləcək yeganə düzəndir. Bunu insanlıq haçan başa düşəcək, onda xoşbəxt olacaq. Allah bizi vilayətə bağlananlardan qərar versin. Hamınızın bayramınızı təbrik edirəm. Allah bizi Əli ibn Əbi Talib əleyhissalamın vilayətindən kənara salmasın inşallah.